Herkese salam dostlar. Sonunda əslində məncə bu ilk çəkməli olduğum videoydu, amma həm tanışlıq videosu olsa çox qısa olacaqdı, həm də ki biraz daha videolarımda məni görmüş olduğunuz üçün artıq ağlınızda bəzi suallar yaranmış oldu. Həm özümü tanıtmaqla bərabər sizin də verdiyiniz sualları cavablandıracağım. İlk öncə elə ad soyadımdan başlayayım. Mən Zeynəb Hüseynova. Yəni kanal adından da görünəcəyi üzrə. Daha sonra ən çox verilən suallardan biri neçə yaşım var? 20 yaşım var. Sentyabrda 21 olacaq. Yəni 2004-lüyəm. Heç dostuna yalan danışmısanmı? Məncə yalan danışmamışam deyən insan elə ən böyük yalan danışır. Çünki yalan danışmamış insan yoxdur. Dostlarıma yalan danışmışam mı? Danışmışam. Amma bu ciddi yalanlardan danışmıram. Daha belə kiçik yalanlardan, məsələn, ya ola bilər ki, o an deyəcəyim yer deyil ora, amma sual verirsə, təxmini bir keçişdirməyə çalışıram, gizlətməyə çalışıram. Nəsə ya da kiçik bir yalanla üstünü bağlayıb, sonra amma yenə də bunun doğrusunu ona deyəcəyim şəkildə. Tamamən yoxsa gizlədim, tamamən yoxsa heç sonra deməyəcəmsə, burada bir problem var məncə. Çünki yalan danışanla bərabər niyə yalan danışdığı da çox vacibdir və kimə yalan danışdığı da çox vacibdir. Çünki məncə bir insan, yəni əgər siz dost deyirsinizsə bir-birinizə, baxın həqiqətən dostdan danışıram. Həqiqətən bir-birinizə dost deyirsinizsə, bir-birinizin yanında rahatsızsa, bir-birinizi həqiqətən tanıyırsınızsa, yalan danışmaqda bir problem var deməkdir. Çünki siz buradan rahat hiss eləmirsiniz, ya da ki yalan danışırsınızsa, yəni onların verəcəyi reaksiyalardan qaçırsınız. Ya siz tənqid eləyəcəyinizi düşünürsünüz, ya eyni fikirdə olmayacağınızı düşünürsünüz. Baxın, dostlarla eyni fikirdə olmamaq çox normaldır. Ola bilər, yəni dostsunuz deyə eyni fikirdə olmaq məcburiyyətində deyilsiniz. Amma önəmli olan o fərqliliklərə hörmət edib bir arada olmağa davam eləməkdir. Bunun üçün çaba göstərməkdir. Ona görə yəni mən yalan danışmışam dediyim kimi dostuma, xırda-xırda yalanlar. Adi belə ad günü sürprizi üçün belə yalan danışırıq yəni. Danışmışamdır ya da ki tutam ki bəzi dönəmlərdə tutam ki incinəcəksə gizlətməyi seçmişəm. Amma sonra daha yaxşı hiss elədiyi dönəmdə, daha atlatdığı dönəmdə deyəcəyim şəkildə. Bu normaldır məncə. Bəzən dostlarımız incinməsin deyə, bəzən dediyim kimi vəziyyətin uyğun olmamağından, ya da ki eləyəcəyimiz kiçik sürprizlərdən falan yalan danışdığımız olur. Mən yalan danışmağı, belə deyim, ciddi yalanlardan danışmıram, amma kiçik yalanlar danışmağı normal görürəm yəni. Burada bir problem yoxdur. Yalan danışmıram deyən insan mənə gülməli gələr. Adicə yəni hansımız necəsən sualına yaxşı, yəni pis cavab veririk. Yəni mən hətta son 3-cü kurs falan demək olar ki, kim necəsən sual versə həyatdayım deyib keçirdim. Çünki yaxşıyam deyəcək qədər belə enerjim yox idi. Yəni ağır depressiyadaydım. Və yəni yalanmı yalan, həyatda mıydım, bədənim həyatdaydı, ruhum yox. Amma yəni normaldır yalan danışmaq. Keçək. Yoxsa mən 2 saat uzada bilərəm hər sualı. Sevgiliniz varmı sualı gəlib 1-2 dəfə. Yox, yoxdur. Mən hal-hazırki həyat dönəmimdə biraz daha özümə fokuslanmaq istəyirəm. Hər şey mənasında. Nə bilim, özümü daha çox tanımaq istəyirəm. Nəyi istədiyimi, nəyi istəmədiyimə qərar vermək istəyirəm. Həyatdakı məqsədimin nə olduğunu tapmağa çalışıram. Ondan əlavə maddi olaraq daha belə öz bəlli hədəflərim var, onlara çatmağa çalışıram və bu yolda təbii ki sevgili dəstək olmalıdır, amma istər-istəməz zamanınızda ayıracağınız bir şeydir. Və mən güvənəcək insan yoxdur demirəm, amma çətin tapılır. Yəni mən oturub da bir insanla tanışım, güvənimi qazanacaqmı falan deyə zamanımı hal-hazırda ayırmaq istəmirəm. Yəni belə deyim, bəlkə də biri həyatıma girsə ola bilər. Amma yəni sevgili axtarışında deyiləm deyək belə. Nə oxuyursunuz sualı verilib.
Mən Bakı Dövlətdə oxuyuram, psixologiya oxuyuram. 4-cü kursam məzun olacağam, yəni bu yay. Sabah qruplarında oxuyuram. Universitetlə bağlı bu arada videolar gələcək, amma mənim üçün hələ tezdir. Yəni daha uyğun kütləyə çatsın deyə, yəni daha kimin ehtiyacı varsa o məlumatlansın deyə, daha belə avqust sonları, sentyabr ayı ərzində, sentyabr ayının böyütmə ilk 2 həftəsi universitetlə bağlı videolar olacaq. Həm yəni öz fikirlərim olsun, nə bilim Bakı Dövlət haqqında olsun, Sabah haqqında olsun. Əgər tutam ki, o videoları bəyənsəniz, yenə də onlar üçün böyütmə sizdən sual yağacam o vaxtlarda. Əgər sizin üçün maraqlı olsa, tutam ki, ətrafımdakı insanlardan kimə okey olsa ki, kamera qabağına çıxsın, o insanlardan başqa universitetlər haqqında da sual cavab eləyə bilər. Məsələn, mən sadəcə Bakı Dövlət haqqında bilirəm, UNEC-dir, nə bilim, adın sudur, odur, budur, çox geniş məlumatım yoxdur. Amma əgər hər hansı bir ətrafımdakı bir insan məlumat verməyə açıq olsa, kamera qarşısına keçməyə açıq olsa, onlardan birindən də xahiş eləyərəm. Nə oxuyursunuz sualına cavab verdim. Belə yəni, psixologiya oxuyuram. Əgər psixologiya oxuyacaqsınızsa, Azərbaycanda oxumağınızı tövsiyə eləmirəm. Bakı Dövlətdə oxumağınızı heç tövsiyə eləmirəm. Yəni, Bakı Dövlət həqiqətən ölkənin ilk universitetidir ya, bu mövzuda elə ilkdə də qalıb sanki. Yəni, inkişaf eləmiş kimi gəlmir. Yəni, bizə lazımlı olan fənlər keçilsin deyə, yaxşı müəllimlər gəlsin deyə, normal bir şey əldə eləyə bilək deyə 4 il ərzində çəkmədiyimiz zülm qalmadı universitetdə. Sabahda rektora qədər yazmadığımız ərizə qalmadı. Yəni, bir insan universitetdə normal təhsil almaq üçün bu qədər əziyyət çəkməməlidir məncə. Və biz o əziyyəti dibinə qədər çəkdik, hər mənasında, hər yerində, hər şəklində. Haralısınız sualı mənim üçün biraz qarışıqdır. Amma detallı cavab verəcək olsam, ata tərəfim full Tovuzdur. Yəni, babam, nənəm. Ana tərəfimdə babam Tovuzludur. Hətta yəni uzaqdan qohumdular. Nənəm, ana nənəm Rusdur. Anam Türkmənistanda doğulub böyüyüb, o vaxt Sovet ildə. Türkmənistanda doğulub böyüyüb, nənəm rəhmətə getdikdən sonra Azərbaycana gəlib. Belə. Yəni, bir tərəfimdə Rusluq var, nənə tərəfdən. Geri qalan tərəfim Tovuzludur. Bəlkə deyəcəksiniz, Tovuz ləhcəsi falan yoxdur. Mən Tovuzda yaşamamışam dostlar. Yəni, çox uşaqlığımda bəlkə 1-2 ayda. Yəni, toplasan bütün Tovuzda olduğum vaxtları 1 il eləməz bəlkə. Yəni, Tovuzla heç bir əlaqəm yoxdur. Soruşsanız kəndlərini bilmirəm, öz kəndimi belə bilmirəm. Çünki qohumlarımızla əlaqəm yoxdur və 10 ildən çoxdur Tovuzda addım atmıram. Yəni, ən son uşaqkən falan görmüşəm, ona görə Tovuzu da xatırlamıram. Belə. Hobiləriniz soruşub, hobilərim dönəm-dönəm dəyişir. Amma əsas hobilərim, yəni uzun bir müddət keçsə də ara vermiş olsam belə, yenə də qayıtdığım hobilərim kitab oxumaqdır. Yəni, kitab oxumaq qədər mənə yaxşı gələn şey yoxdur. Amma mütləq mənalı kitablar olmalı deyil, mütləq dünya klassikləri olmalı deyil, adi Wattpad. Yəni, mən Wattpadda kitab oxuyanda hiss elədiyim xoşbəxtliyi bir çox kitabda hiss eləmirəm. Amma keyfiyyətli kitablardan danışıram, Maral Atmacan kitabları, Aslı Arslan deyəsən, Sokaq növbətçiləri, Əmarə falan var ya, onun yazarı. Sonra bir iki dənə də var idi. Əgər sizə maraqlı gəlsə Wattpad kitabları, bununla da bağlı video çəkərəm. Yəni, qəşəng kitablar var orada. Yəni, onsuz çıxan hal-hazırda türk kitablarının bir çoxu orada yazılır, sonra çıxır. Yəni, ona görə mənə normal gəlir. Sonra şəkil çəkmək. Şəkil çəkmək mənə terapiya kimidir. Bu divar bəlkə geniş halında göstərərəm. Otaq tamamlanandan sonra göstərəcəm otağımı. Bu divarda balinadır. Mən balinaları çox sevirəm. Buranı özüm çəkmişəm. Qarşı divarda xırda-xırda şəkillər çəkməyə başlamışım. Bəlkə keçən videomda arxa fonda görünürdüm, xatırlamıram. Və qələmlə çəkməyə başlamışım. Sonra boyamağa keçəcəm. Yəni, xırda-xırda şəkillər olub, hamısını bir boyayacağım. Yəni, şəkil çəkmək mənə terapiya kimi gəlir, amma biraz zaman ayırsam daha yaxşı olarmış kimi gəlir. Ondan əlavə toxumaq. Toxumağı çox sevirəm. Mənim ümumiyyətlə stresimə çox yaxşı gəlir, amma kontrol eləyə bilmirəm. Nə mənada bir də gördünüz, yəni bir insan ən az 2-3 günə toxuyacağı bir şey oturub bir gündə toxuyuram. Yəni bütün digər hər şeyi unuda bilirəm. Eyni zamanda sonra podcast dinləmək, əsasən də yeni bir dil öyrənməyə başlamışamsa da o dildə. Məsələn, mən ingiliscəni bir ara C1-ə qədər demək olar ki, çıxarmışdım və bir növdə təsiri podcastlərin idi. Yəni, ilk başda heç anlamırdım, amma bir zaman sonra gördüm ki, mən çox diqqətimi fokuslamasam belə anlamaya başlayıram. Yəni, podcastlər mənə hər mənada yaxşı gəlir. Zaman-zaman psixologiya ilə bağlı, zaman-zaman
əyləncəli mövzularla bağlı, marağımı çəkən mövzularla bağlı podcast dinləməyi çox sevirəm. Sonra film, serial. Amma mən çox nadir türk seriallarını izləyirəm, o da əyləncəsinə başımı qatım deyə. Onlar da çox vaxt 2 qat sürətdə atlayaraq falan izləyirəm. Yəni çox ciddi oturub izləmirəm. Xarici seriallar. Böyük ihtimalle xarici seriallarla bağlı yayda video gələr yəqin ki. Sonra hobilər. Bir ehtimal hal-hazıra qədər yox idi, amma ad günümdən sonra bəlkə tikməyi öyrənmək istəyirəm. Maraqlı gəlir, öz paltarlarımı tikmək falan. Çünki aldığım çox şeyin, yəni tam tişörtdür, şalvardır, bunlar rahat tapıla bilən şeylərdir. Mən öz həyatıma donları əlavə eləmək istəyirəm. İnternetdən aldığım, yəni gəzərkən baxdım, heç bir donu bəyənmirəm. Yəni çoxunu da özümə yaraşdırmıram. Ona görə biraz tikməyi öyrənmək istəyirəm. Öz istəyimə uyğun, yəni uzunluq, qısalıq, hər mənada rahat olacağım donlar tikmək mənasında. Sonra düşünün başqa araşdırmaq ola bilər. Hələ ki maraqlandığım mövzularda. Yəni bir dönəm mən psixologiyadan o qədər araşdırma edirdim ki, artıq həqiqətən mənim də kompüterimdə beyni yox idi, yəni yanmışdı. Sonra başqa düşünün. Yemək bişirməyi sevirəm. Amma belə maraqlı şeylər pişirmək, gündəlik yemək pişirmək, o evdə yemək pişirməsi, o hissdən nifrət edirəm. Nə pişirim düşüncəsinə. Amma belə nəsə marağımı çəkəndə, hər hansı bir resept marağımı çəkəndə, ya da canım nəyisə istəyirsə, o vaxt yemək pişirməyi çox sevirəm. Məsələn, qızlarla piknik eləyəcək, ora poğaça pişirəcəm, ya da tutarım ki, evdə indi pankek tərzi bir şey eləyib, ondan torta hazırlayıram, ya da tutarım ki, canım nəsə istədi, internetdə nəsə gördüm, onu eləməyi çox sevirəm. Ümumiyyətlə, kuxnada vaxt keçirməyi sevirəm. Təmizliyi sevirəm. Təmizlik mənə çox yaxşı gələn bir şeydir, amma mən təmizliyim normal deyil, yəni olanı təmizləmirəm. Töküb sıfırdan başlayıram hər şey. O çox pis bir şeydir, amma sevirəm, yaxşı gəlir. Evli sizə sual gəldi? Yox. Sonra sevdiyiniz var sual gəldi? Yenə yox. Yəni sevdiyim insanlar var. Dostlarım, ailəm, o bu. Amma yox, iminli, romantik, yəni sevgili mənasında deyirsə yox. Gələcək hədəfim, ümumiyyətlə gələcək hədəfin, gələcək məqsədin deyə bir neçə sual gəlmişdi. Açığı özümə 1 il ara vermişim. Yəni bu üniversitetdə bitməyindən başlayan bir aradan danışıram. Mən magistr imtahanına hazırlaşmadım. Nə xaric, nə Azərbaycan. Əslində ikisinə də girmə ehtimalım yüksək idi. Yəni ortalamam 90-dan yuxarıdır. Bəlkə 95-dən belə yuxarıdır. Ən son maraqlanmamışdım son semestrdən sonra. Türkiyəyə də vermədim, Azərbaycana da vermədim. 1 il özümə ara vermək istədim. Çünki mən magistra girsəydim əgər, başımı qatmaq üçün girəcəkdim. Sırf boşluqda qalmayım, özümlə tək qalmaqdan qaçım, başımı qatacaq bir şey olsun deyə. Və biraz da təbii ki, ətrafın baskısıdır ki, universiteti bitirdin, magistr oxumalısan. Ya da universiteti bitirdin, nə vaxt işləməyə başlayırsan. Belə şeylərdən heç xoşum gəlmir. Və son dönəmlərdə biraz artıq özümlə tək başıma qalmaq zorunda olduğumu anlayıram. Çünki özümdən çox qaçmağa başlamışam. Həmişə qaçırdım. Sadəcə başımı qatacaq bir şeylər var idi. Universitet idi, könüllü idi, işləmək idi, oydu, buydu deyərkən, yəni mən özümü unutmuşam biraz. Özümə qayıtmağa ehtiyacım var. Həm də ki 1 il özümə verəcəm ki, qarşıdakı gələcək hədəflərimi görüm, nə istədiyimi, nə istəmədiyimə qərar verim. Çünki mən köhnə Zeynəbi tanıyıram. Amma o Zeynəbin üstündən 5 il keçib və mən hal-hazırdakı Zeynəbi artıq özüm belə tanımıram. Ona görə biraz özümdən vaxt keçirəcəm. Ondan da əlavə ingilis dili biliklərim çox düşməyə başlayıb. Dil bacarıqlarım ümumiyyətlə çox zəifliyib, çox pis oluram buna. Yəni mən rahat ingiliscə danışa bilən bir insan idim. Bunun başına daş qoymuşam. Çünki son 1 ildə falan iş idi, üniversitet idi deyərkən qaça-qaçda nə seriala baxa bildim, nə filmə baxa bildim, nə kitab oxuya bildim, nə podcast dinləyə bildim, nə də ki praktik olaraq onu istifadə elədim falan deyərkən dilim çöktü. Bir də uşaq vaxt rus dili bilirdim. Onu artıq yenidən öyrənmək istəyirəm. Çünki Azərbaycanda rus dili biraz qapı açır. Təəssüf ki də olsa biraz qapı açır. Bəziləriniz deyəcək ki, niyə təəssüf ki? Çünki mən öz ölkəmdə rus dilinin bu qədər önəm verilməsi məni yandırır. İngilis dilini anlayıram. Çünki ingilis dili, yəni ümumiyyətlə international Azərbaycanca nə idi? Ümumiyyətlə bütün dünyada işlədilən bir dildir. Bu normaldır tələb eləməkləri. Amma rus dilini, yəni Azərbaycandakı rusların Azərbaycanca öyrənməyini məncə tələb eləməliyik. Məsələn, rus sektorları falan Azərbaycanca danışa bilməyəndə mənə cinnət vurur. Yəni sən bu ölkədə yaşayırsan, necə Azərbaycanca danışmağı bilmirsən?
mən bu mövzuda biraz tərs bir insanım. Eyni şəkildə türkçə danışanlara da özüm də danışıram, amma yəni biri var ki, cool olmağa çalışır. Biri də var ki, mən öz adıma deyim, mənim həyatım boyunca oxuduğum kitabların %90-ı türkçədir. Psixologiya oxuyuram, araşdırdığım materialların, əlim çatanın materialların çoxu türkçədir. Xarici seriallara baxırsınız, Azərbaycanca altyazı çox az dərəcəsindədir. Keyfiyyətli altyazıdan danışıram. Ya da xarici kitabların keyfiyyətli tərcüməsindən danışırıqsa, Azərbaycanca da bu mövzuda təəssüf ki, olsa zəifdir. Ona görə məcbur ən yaxın dil olaraq əlim türkçəyə gedir. Dediyim gibi xarici serial idi, oydu buydu deyərkən bir çox şey mənim həyatımda türkçədir. Yəni mən buna rəğmən Azərbaycancanı olabildiyincə sərbəst şəkildə danışmağa çalışıram, əlimdən gəldiyincə, olabildiyincə türkçəni qatmamağa çalışıram. Təbii ki, qatdığım yerlər olur, amma yəni bir tərəfdən sosial mediada var təsiri, yəni ona görə çalışıram, amma yəni yenə də qatdığım zamanlar olur, amma bundan qürur duymuram. Yəni türkçə danışmağı cool bir şey olaraq görmürəm deyim. Ay, mövzudan yeni bax, çox yayındım. Gələcək hədəfim. Hal-hazırda ilk bu kanalı böyütmək istəyirəm, YouTube mənasında desək. Bir də ingiliscə bir kanalım olsun istəyirəm, amma onun üçün dediyim kimi ingilis biliklərimi 2025 sonuna qədər bir oturtmalıyam. Mənim həyatdakı hədəfim desəz, yəni çox net bir şəkildə, ay nə bilim, falan işdə olum, falan cürə iş işləyim, bu qədər maaş alım ya da evlənim falan olsun. Bu həyat mənasında çox kəskin şeylərim yoxdur. Mən daha çox psixolojik olaraq bir tık hədəfimə mərkəzlənmişəm. Nə mənada? Ətrafımızdakı yaşı böyük insanlara, əsasında 40 yaş və 50 yaş yuxarı insanlara baxanda çoxu məmnuniyyətsizdir. Yəni, ona görə də biraz da gənclərə başlayıblar ilişməyə. Bu məni yorur. Və mən açığı öz adıma deyim, o yaşa gələndə elə bir insan olmaq istəmirəm. Yəni, bütün həyatını cəmiyyətin sizə göstərdiyi qaydalarla, qoyduğu sərhədlər içində yaşayıb, bütün öz istəklərimi, arzularımı, düşüncələrimi bastırıb, sonra da 40 yaşdan, 50 yaşdan sonrasında boş qalanda millətə sallayaraq yaşamaq istəmirəm. Yəni, mənim həyatdakı ən birinci kriteriyam huzurdur. Yəni, iç huzurdan danışıram. Yəni, həyatımda problemlər ola bilər. Önəmli olan o problemləri həll eləyə biləcək düşüncədə olmağımdır. Həll eləyə bilmədiyimi də, yəni, əlimdən bir şey gəlmirsə, yəni özümü öldürsəm də bir şey dəyişməyəcək. Yəni özümü öldürsəm desəm də, yəni şey mənasında deyirəm, nə qədər çabalasam da, yəni dəyişməyəcəksə dəyişməyəcək. Kontrol eləyə bilmədiyiniz şeyləri problem olaraq görməyi dayandırın. Ya həmin situasiyadan çıxın, ya da ki situasiyaya uyğun adaptasiya olmağa çalışın. Bu biraz uzun məsələdir, amma yəni gələcək hədəfimdən çox şaşıram. Yəni sualın üstündə qala bilmirəm. Yəni dediyim kimi çox net bir gələcək hədəfim yoxdur ki, falan olsun. Amma yəni özümə qoyduğum bəlli bir hədəflərim var ki, 30 yaşıma qədər bir evim olsun istəyərəm. Mənim qarşıda 10 ilim vardı onun üçün. 10 il az bir müddət də deyil və normal bir işiniz olsa, normal bir gəliriniz olsa, yəni bu evli olmaqdan danışmıram, tək başınadan danışıram. Öz evim. Amma ev dediyimdə belə mənim çox böyük ev xəyallarım yoxdur. Daha çox mənim böyük bağça xəyallarım var. Yəni çox belə özümün əkib becərəcəyim, ağaclar, meyvə ağaclarımın olacaq falan həyatım olsun çox istəyirəm. Yəni həmişə istəmişəm, həmişə də istəyəcəm. Amma yəni ev olaraq baxsanız çox böyük bir ev xəyalında deyiləm. Gələcəkdə evlənsəm və ana olmağa qərar versəm, təbii ki biraz böyük bir evə ehtiyacım olacaq. Çünki uşaqlarımın da şəxsi yerə ehtiyacları var, şəxsi zonalarına ehtiyacları var. Amma belə hal-hazırki həyatımla baxanda tək yaşayacağımsa çox böyük bir alana ehtiyacım yoxdur. Mənim əsas özümü xoşbəxt hiss eləyəcəyim, rahat hiss eləyəcəyim bir yerə ehtiyacım var. Mənim səsim çox oynayır. Belə. Ən sevdiyim yemək çox kəskin bir şey yoxdur, amma 3 bacı dolması və bir də allergiyam olsa belə yumurtanın bu qlazokalı çox sevirəm. Çox sevirəm, amma sarısını qurutmayacaq şəkildə. Sonra nə işlə məşğul olursan, hal-hazırda işləmirəm. İşdən yeni çıxmışam, amma belə yəni öz peşəmlə bağlı bir işlə məşğul olmamışam. Sırf maddi cəhətdən pul qazanmaq üçün şirniyyat yerində işləmişəm, qablaşdırmada. Daha sonra marketdə işləmişəm və bunların hamısını oxuyarkən işləmişəm, bəli. Ona görə biraz
özümdən qaçmışam. Qaçmışam deməyim də, özümü unutmuşam deyim biraz. Dəyişərkən hansı yönə doğru, hansı tərəfə doğru dəyişdiyimi artıq özümdə unutmuşam. Ona görə həm universitet, həm o deyərkən biraz başım qarışıb, amma hal-hazırda xüsusi bir işlə məşğul olmuram. Universiteti bitirmə çabam var. Nə tip videolar çəkmək istəyirsən, vlog deyiblər. Bir də gündəlik nə yeyirsən falan. Gündəlik nə yeyirsən çəkməyəcəm yəqin ki, hal-hazırda. Əgər xüsusi bir diyet proqramına girsəm ya da şey eləsəm ya da marağınızı çəkirsə çəkim. Onda bir problem görmürəm. Amma yəni məncə sizdən çox da fərqli qidalanmıram yəni. Evdə nə varsa ya da o gün mən nə bişirdimsə. Çünki mənim anam işləyir, ev yeməkləri falan biraz mənə qalır. Ya da evdə nə varsa, o an canım istəyəndən evdə bir şey varsa onu yeməyə çalışıram. Mən ümumiyyətlə biraz hisslərimə uyğun bəslənməyə çalışıram. Hisslərimə uyğun dediyimdə necə? Ac hiss eləmirəmsə özümə yemək zorundasan kimi baxmıram. Və yaxud da ki, ac hiss eləyirəmsə özümü bastırmağa çalışmıram. Maksimum miqdar cəhətdən özümü bastırmağa çalışa bilərəm. Canım şokolad istəyirsə gedib o şokoladı yeyəcəm. Amma bir plitdən hamısını yeməyəcəm. Maksimum 3 dənə bu balca kvadratını yeyəcəm. Canımın çəkicisi bitdi. Ya da tutam ki, ola bilər əgər sevdiyim başqa bir canım şirin çəkirsə, daha sağlıqlı bir şeylə əvəz eləmək istəyərəm. Reseptlər istəsəniz gələ bilər. Yəni çox fərqli reseptlərim yoxdur. Amma yəni arıqlamaq istəyəndə səhər yeməyində bir iki şey eləyirəm bəzən. Bu aralar şey yoxlamaq istəyirəm. Yulafın Azərbaycanda aslında bilmirəm. Yulaflı lavaş. Bildiyiniz yulafla suyu blenderdan keçirirlər, lavaş kimi pişirirlər. Bir dənə türk xanımda görmüşdüm və çox məntiqli gəldi, yoxlayacağım onu. Sonra mən xurma ilə yulafla falan bir şirin tərz, atışdırmalıq tərz bir şey eləyirəm. Onu istəsəz ola bilər. Yay gəlir, soyuq kofelər evdə hazırlamalıyam. Yəni soyuq kofelər ya da içəcəyiniz evdə hazırlaya biləcəyiniz şeylər. Belə şeylər çəkə bilərəm. Çəkəcəm də böyütmə yayda. Biraz sadəcə daha isti havaların gəlməyini gözləyirəm. Ondan başqa arada antin-kuntin şeylər bişirməyi sevirəm. Ya da viral şeyləri arada əgər Azərbaycanda əlim çatacaq məhsullar olan şeyləri yoxlaya bilərəm əgər marağınız çəkirsə. Bundan başqa özümü sınamaq üçün bir şey başlamaq istəyirəm. Bəlkə eşitmişsinizdir. 75 Hard Challenge. 75 gün özünüzə bəlli bir məqsəd qoyursunuz. Özünüzü sınayırsınız kimi düşünün. Məsələn, mən dedim ya, hobilərim var, amma hobilərimin bir çoxuna son zamanlarda vaxt ayırmadığım üçün hardasa bir 6 aydan çoxdur. Artıq bir nöqtədə mənim də o hobilərim, alışqanlıqlarım itib. Məsələn, yenidən kitab oxumağa başlamaq istəyirəm, o alışqanlığı qazanmaq istəyirəm. Yenidən şəkil çəkməyə başlamaq istəyirəm, toxumağa başlamaq istəyirəm. Nə bilim, idmanımı daha, yoqanı mən özümə hədəf olaraq qoymuşam. Eləyirəm, amma davamlı və planlı şəkildə getmirəm. Onu planlı şəkildə eləməkdir, gündəlik su içməkdir. Mən özümə bəlli bir hədəflər qoyacağım. 75 gün özümü sınamaq istəyirəm. Bunu istəsəniz shorts olaraq da gələ bilər, yəni qısa videolar olaraq da gündəlik də gələ bilər, yəni gün-gün. Yəni əgər istəsəniz həftədə bir də gələ bilər, amma yox, həftədə bir deməyim, ayda bir deyim. Zaten 75 gün 2 aydan çox, yəni 2 ay yarım falan təxmini. Yəni ayda bir bu inkişaf müddətini paylaşacağım ola bilər. Çünki həftədə bir olsa artıq mən ondan başqa heç bir mövzu ilə bağlı video çəkə bilməyəcəm. Mən bunu da istəmirəm. Amma yəni istəsəniz shorts olaraq gündəlik gün-gün paylaşa bilərəm. Yəni 75 günün 75 gününü də gün-gün çəkib paylaşa bilərəm. Başqa bəzi ümumiyyətlə söhbət videoları gələcək bir çox mövzuda. Elə dostluq dedisə, elə dostluqla bağlı bir video gəlməyini istəyirəm. Yəni dostluq anlayışı, dostluqla bağlı düşüncələrim, dostluqda red flaglərim, green flaglərim, sonra boşanma ilə bağlı bir video gələ bilər. Mən boşanmış bir ailənin uşağıyam. Bununla bağlı mənim düşüncələrim nələrdir? Həm uşaqlar adına, həm valideynlər adına, həm özünüzü inkişafla bağlı deməyim, özünüzə qayıtmaq ya da özümlə date kimi bir seri halında ən az 6 video olacaq şəkildə bir video serisi hazırlamaq istəyirəm, ayda bir dəfə gələcək şəkildə. Çünki fikir vermişəm ki, cəmiyyətimizdə, ümumən dünyada insanlar tək bir şey eləməkdən çox çəkinməyə başlayıblar. Harasa gedəcəklərsə mütləq yanında bir dostları olmalıdır, bir tanıdıqları olmalıdır. Tək başına bir şey eləməkdən çox qaçırıq. Ondan əlavə olaraq özümüzlə qalmaqdan çox qaçırıq. Yəni baxsanız bu dünyadakı bu
dəqiqə dostluqların falan çoxuna baxsanız, təbii ki, çox yaxşı dostlar, çox yaxın dostlar vardır. Amma dostluqların bəziləri, ən az məncə yarısı, biraz da tək qalmamaqdan, tək qalmaq qorxusundan yaranan şeylərdir. Həm dostluqlarda, həm sevgi münasibətlərində tək qalmağı niyə bilmirəm bu qədər qorxu halına gətirmişik. Onun üstünə getməyi düşünürəm. Onunla bağlı videolar gələcək ayda bir dəfə. Başqa nə tip video? Başqa bir video fikri ağlıma gəlir. Hə, bir də mən şeyi çox sevirəm. Evdən heç bir yerə getməyəcəksiniz. Yəni çölə çıxmayacaqsınız. Antin kuntin makyajlar eləməyi. Yəni çox sevirəm. Mənim ikinci kurs, birinci kurs halım falan o qədər antin kuntin makyajlar eləyirdim ki evdə və heç birində paylaşmırdım. Həm əyləncə mənasında, amma yenə də onlara da söhbət qatacağımız şəkildə, nə arada öz təcrübələrimdən danışacağım, bəlkə qeybət deməyim də, və əylənib deyib güləcəyimiz mövzulardan falan danışacağımız şəkildə makyaj videoları olacaq. Video artıq 25 dəqiqədir. Təbriklər. Hansı ölkəyə getmək istəyərdin? Yaponiya. Yaponiya çox marağımı çəkir. Amma sadəcə sosial mediada gördüklərimdən marağımı çəkir. Amma sırf Tokyodan danışmıram, bir-iki ara şəhərlərinə də gedəcəyim şəkildə marağımı çəkir yəni. Əsasən də Sakura dönəmində getməyi çox istəyirəm. Sənin üçün xoşbəxtlik nədir? Mənim üçün xoşbəxtlik sadəcə iç huzur deməkdir. Problemlərin olmamaq deyil, o problemləri həll eləyə biləcəyinə inanmaq, həll eləyə bilmirsənsə də bundan razılaşmaqdır. Evdə tək yaşayırsan ya ailəndən? Ailəmlə yaşayıram. Anam və 2 qardaşımdan. Ən sevdiyin ölkə? Ən sevdiyim ölkə. Bilmirəm, niyə Meksika çox marağımı çəkir. Hal-hazırda yəni marağım odur. Sonra YouTube'a nəyə əsasən başladın? YouTube'a daha çox, mən çox video çəkən, çox və şəkil çəkən bir insan deyiləm. Əvvəl daha çox idi, birinci kurslarda hələ ki özüm olmasa da ətrafı çəkib paylaşmağı çox sevirdim. Amma son dövrlər vəbşi kamera ilə çox uzaq qalmağa başladım və yəni keçmişə baxdığımda keçmişə dair demək olar heç bir xatirəm yoxdur. Bu mənə çox incidir, çox içimi yaralayan bir haldır. Deyə bilərsiniz ki, bəlkə onda yəni sadəcə çəkməyə başla, kameranda qalsın. Şeyində qalerində qalsın. Birinci, mən silərəm hər şeyi bir tərəfdən də. Əşiyi, yaddaşımda qalır o anlar deyib silərəm. Amma keçmişə baxanda şəkillərim, videolarım olsun istəyərəm. Yəni, bura atandan sonra gedib qalerimdən silə bilərəm rahatca. Çünki burada var video. Yəni, YouTube'da var. İstəyəndə gedib keçmişə dönüb baxa biləcəm mən o videolara. Belə. Biraz da dediyim kimi, Azərbaycanda bəzi tabu olan şeyləri də yıxmaq istəyirəm və bəzi mövzuların artıq danışılmağa ehtiyacı olduğunu düşünürəm. Hər mənada, yəni, təbii ki, arada bəzi videolarım elə bununla bağlı olacaq. Azərbaycanda çox danışılmayan, üstünə düşülməyən ya da ki, çox adi kimi görülən, amma çox önəmli olan mövzuların da üstünə getmək istəyirəm. Sizin də əgər bununla bağlı hər hansı bir tövsiyəniz var ki, bununla bağlı video çəksən, yəni iminli, nə bilim işte, nə ola bilər? Azad iradədir, odur, budur. Amma mənim psixoloq olaraq yanaşmamı gözləmin. Yəni, təbii ki, psixologiya tələbəsiyəm. Onun mənə qatdıqları şeylər vardır. Amma mən bir psixoloq deyiləm. Yəni, bu cəhətdən yaxınlaşmağımı gözləmin. Öz fikirlərimi paylaşacağım, öz təcrübələrimi paylaşacağım. Bir çox şey haqqında, adi sosial medianın yaratdığı illüziyadan falan da danışmaq istəyirəm. Sonra tələbəlik illərini necə dəyərləndirdim? Mənim tələbəlik illərimi yarısı işləyərək keçdi. Ciddi yarısı işləyərək keçdi. Təəssüf ki, o dönəm sadəcə yəni bir universitetə gedirdim, bir işə gedirdim, yatırdım. Çox nadirən həftədə bir ya da ayda bir falan dostlarımla görüşə bilirdim. O da çox nadir. Ya da qalan bütün vaxtlarımda da universitet tapşırıqlarını, dərslərini falan həll eləməyə çalışırdım. Geri qalan zamanımı isə könüllülüklə çox yaxşı dəyərləndirdim. Könüllülüklərə qoşulmanızı tövsiyə edirəm. EVS var. İndi orada əsasən çox şey futbolla bağlıdır. Futbola da getməyiniz əslində konsertlərə girə bilməyiniz üçün biraz şans tanıyır. Amma yəni konsertlərə gedin orayla. Yəni bu neydi ay Allah? Bir də məşhur bir qrup gəlmişdi Azərbaycana. Mahnının adını da unuttum. Believe Me-nin oxuyanlar. Onlar gəlmişdi. Məsələn, EVS təşkil eləmişdi. Imagine Dragon neydi? Beynim şu an unutdu, yəni sildi o anları. Sonra Tarkanın konsertini onlar eləmişdi. Mən Tarkanın konsertində olmuşdum. Çox ləzzət eləmişdim. İndi qabaqdan One Republic gəlir. Onu da onlar eləyir. Yəni konsertlərə falan belə şeylərə də qoşulurlar. Nə istəsəniz Isaac-a qoşulmanızı çox tövsiyə edirəm. Mən çox gec bilmədim də, bilmirəm, çox üstünə düşmədim.
Mənim 2 dostum, amma Isaac'lə 4 tanışım, 2 dostum Türkiyəyə gediblər, gəziblər, əyləniblər, gəliblər. Çox yaxşı təcrübə idi və Isaac'a qoşulmanızı tövsiyə eləyərəm. Başqa da ki, araşdıraram biraz da universitetlə bağlı videolarda. Bunları da qeyd eləməyə çalışaram. Könüllülərə qoşulmağa çalışın, amma sizə fayda olacaq könüllülərə. Məsələn, COP29 idi. Hə. Ona qoşulan çox tələbə məmnundur, yəni könüllü. Sonra F1-ə qoşulmağa çalışın, sizin üçün çox böyük təcrübə olacaq. Belə. Sosial biri səmimi sualı gəlib. Əvvəllər həyatımın çox dəyişkən dönəmi var. Universitetə qədər sıfır deyil, amma çox belə öz sərhədləri olan bir insan idim. Yeni tanışdığım insanlarla çox tez qaynaşmırdım. Yəni sonra arada bir dönəm biraz da könüllülərin qatdığı, biraz psixologiyanın qatdığı insanlarla çox tez sosiallaşma bacarığı qazandım. Əsasən də könüllülüklərdə. Sizin üçün də rahat olur, çünki ətrafınızla tez sosiallaşa bilirsinizsə, adaptasiyanız daha sürətlənir və daha asan olur. Amma yenidən son dönem həyatımda könüllüklər yoxdur. İşləyəndə də yəni sevmədiyim insanı sevmirəm, yəni bu mövzuda mən çox netəm. Sosial biriyəmmi ortalama, yəni insanlara əvvəlki qədər, yəni abituriyent vaxtı çox tərs bir insan idim. Hər kəsi tərs deyirdim. Heç bundan qürurla danışmıram. Çox da üstünə getmişəm, yəni dəyişə bilmək üçün bunu. İnsanları tənqid eləməyi dayandırmaq üçün, insanlara və pis baxışda çox tərs baxırdım hər kəsə, yəni hər şeyə, yəni. Biraz həyat nifrəti olan bir gənc idim. İndi daha belə, yəni ünsiyyətə açığam, amma çox geniş sosiallıqdan xoşum gəlmir. Yəni 3-4 dostum olsun, bu mənə yetir, yəni. Təbii ki, zaman keçirərəm, sinif yoldaşlarımdır, qrup yoldaşlarımdır, bir yerdə çıxarıq, gəzərik, əylənərik, deyək, problem yoxdur. Amma şəxsi çevrəm çox az qalır. Dost anlayışın, mənə görə dost arxamdakı dağındır. Söykənəcəyin ağacdır. Bilmirəm, dost anlayışı mənim üçün çox önəmlidir. Çünki mən həyatımın demək olar ki, ən dostdur, əsas nöqtəsi hal-hazırda. Bu həm xoşuma gəlir, həm xoşuma gəlmir. Ona görə deyirəm, özümlə deyil, özümə qayıdış videoları mütləq gəlməlidir. Yəni, həyatınızın mərkəzi bir insan olmamalıdır, özünüz olmalısınız. Amma mən bir tık dostlarıma düşkün bir insanam. Dostlarımla vaxt keçirməyi çox sevirəm. Hətta məncə dost lazımdır insana. Dərdləşmək və ya sevincinizi, hər şeyinizi paylaşmaq adına. Dost mənim üçün çox şey ifadə eləyir. Amma yəni bunu sözlərlə ifadə eləmək mənim üçün çox çətindir. Millət sevgini sözlərlə idarə eləyə bilmir, ya ifadə eləyə bilmir, ya mən dostluğu da ifadə eləyə bilmirəm. Dostluq mənim üçün güvənli yerdir. O belə necə ki, sanki zəlzələ falan olanda qaçıb bir dənə güvənli yeriniz var, ora sığınırsınız ya, mənim üçün dost odur. Bəlkə bir çoxunuz üçün ailədir, mənim üçün bu dostdur. Harda qalırsam Bakıda qalıram. Bürcün nədir? Qız bürcüyəm. Amma bürclərə inanmıram. Ən sevdiyin rəng və maşın. Rəng biraz qərarsızam. Çünki 2 il qabaq soruşsaydın, bütün həyatı boyunca, yəni doğuldum deyil, özüm bildiyim ondan 2 il əvvələ qədər qara deyərdim. İndi hələ ki boz deyil, qəhvəyi rəngi. Bilmirəm, niyə son dönəm sevməyə başlayırım. Bir dönəm heç sevmirdim. Əsla geyinmirdim o rəng. Əsla ətrafımda heç bir şeyim o rəng deyildi. Amma indi sevirəm hələ ki və yaxşı hiss elətdirir. Maşın Maserati. Bunun da səbəbi nədir? Mən Bakıya təxminən 10 il falan qabaq gələndə şəhər mərkəzində gördüyüm ilk belə cool deyəcəyimiz, sportif deyə biləcəyimiz, diqqət çəkən maşın Maserati idi. Və o maşını sürən bir qadın idi. Çünki İndi bilmirəm, bütün mənlə yaşıdlar elədir. Mən 2 qardaşla böyümüşəm. Buna görə mən uşaqlıq filmlərim deyəndə Fast and Furious'dır, nə bilim Transformers'dır, Divergent'dır, nə bilim Lord of the Rings'dir, sonra yəni daha belə aksiyonlu filmlərlə böyümüş bir insan olaraq, hələ ki maşınla bağlı aksiyonlu filmlərlə böyümüş bir insan olaraq maşın sürən, hələ ki belə bir maşın sürən qadın mənim üçün o dönəm belə gözümdən belə kalp çıxaraq, yəni ürək çıxaraq baxdığım bir şey idi. Hələ də eyni düşüncədəyim. O qadın sayəsində biraz da bilmirəm, Maserati mənim üçün qəşəng bir yerdədir. Sevirəm yəni.
Bu qədər mənə verdiyiniz suallar bu qədər idi. Sizin üçün yenə də nəsə maraqlı gəldisə, qeyd eləyə bilərsiniz. Yavaş-yavaş o sualları yığıb yenə də bir 2-3 ayda bir yəqin ki, təxmini bir sual-cavab videosu eləyəcəm. Gələn yeni izləyicilər üçün də, ya da ki, məni izlədikcə ağlınızda yaranan sualları da toplayıb yenə bir video eləmək üçün, amma 2-3 ayda bir gələcək o təxmini. Obşim, belə idi. Sağ olun. Video 35 dəqiqədir. Mən buranın harasını kəsməyəm, full danışmışam. Sağ olun, görüşmək üzrə.